Var olun. Buyurun. Ben ne çay ekran aldım turş olur. Aha. Su içende de turşu olur. Su yok, çay sende, yemek yerinde aldım turş olur. Su içende olmur da. Yok, su sende yok. Siz onda həmişə hiss eləndə ki, turşuluq artıb, mütləq su qəbul edin. Ya bəzən görürsünüz, çox sağ olun sualınıza görə. İnsanlar var, indi sizdə onu duymadım, yemək də dediniz, çay içəndə onu hiss eləyir. İnsanlar da var, yemək yəndə hiss eləyir, çay içəndə hiss eləmir. Siz hər ikisində hiss elədiyinizə görə məsləhət görürəm ki, sudan daha geniş şəkildə istifadə edin. Bir də solma çiçək ödotu deyirlər, onu dəmliyin qəbul edin. Ondan başqa şəkər xəstəliyiniz yoxdursa, tut bəhməzindən, doşabdan geniş şəkildə istifadə edin. İstifadə edin və içərisinə bir limon sıxın, səhər qəbul edin, sağ bölüsdə uzanın və bir krelka qoyun öd kisəsinin üstünə, qoy təmizlənsin. Orada həm qaraciyər təmizlənir, həm öd kisəsi boşalır. Ondan başqa da onu qəbul etməklə siz həm də mədə turşuluğunu azaltmış olursunuz. Bunda da acılıq azalacaq.